Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün fərqli bir videola gəldim qarşınıza. Neçə vaxt idi turşuları hazırlayırdım, paylaşırdım. Bugün yemək bişirəcəm. Gül kələmlə cığırtma bişirəcəm. Mən buna cığırtma deyirəm. Siz bilmirəm nə deyirsiniz. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Bir ədəd gül kələm götürmüşəm. Bunu gördüyünüz kimi bu formada təmizləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi gül kələmin güllərini bir-bir ayırdım və bu formada kiçik hissələrə də ayırıram. Siz istədiyiniz formada bunu ayırıb bişirə bilərsiniz. Gül kələmin faydalarını yəqin ki, hər kəs bilir. Çox faydalıdır. Gül kələmi hamısını ayırdım və bunları yuyuram. İki ədəd soğan götürmüşəm. 2 ədəd soğanı da yarım halqa şəklində doğrayıram. Siz soğanı artırıb və yaxud azalda da bilərsiniz. Soğanların hamısını doğradım və qazana əlavə etdim. Üzərinə yağ əlavə edib bunu qovrulmağa qoyuram. Soğanı çox qovurmuruq, biraz qovururuq. Çünki bu kələmlə də qovrulmalıdır. Biraz qovruldusa bəs edir. Üzərinə yuyulub suyu çəkilən kələmləri əlavə edirəm. Düzdür, indi çox görünür, amma bu pişəndən sonra həcmi də azalacaq. Qapağını bağlayıb bunu bişməyə qoyuram. Artıq gördüyünüz kimi biraz bişib, həcmi də azalıb. Tam rahatlıqla qarışdırmaq olur. Qeyd edim ki, altını vamxodda qoyun. Üzərinə duz əlavə etdim və istiot əlavə edirəm. İstiot da özüm hazırladığım istiotdur. Səhifəmdə videosu var. Kələmi yaxşı-yaxşı qarışdırıram. Artıq bişmək üzrədir. Artıq yeməyimiz bişib. Üzəri üçün yumurta qırıram. 3 ədəd yumurtadan istifadə edəcəm. Yumurtanı qırdım və bunu yaxşı-yaxşı qarışdırıram. Və üzəri üçün yarım dəstə kişniş də doğrayıram. Daha dadlı olsun deyə. Yeməyimiz artıq bişib, yumurtanın üzərinə vuracağım. Siz bunu yumurtasız da pişirib yeyə bilərsiniz. Sadəcə yumurta vuranda daha da dadlı olur. Və qapağını bağlayıb bunu biraz pişirirəm. Gördüyünüz kimi yumurtası da pişib. Bunu bu formada çevirirəm. Hər iki tərəfi yaxşı pişsin deyə.
və üzərinə doğradığım kişnişi də əlavə edirəm. Və altını söndürüb qapağını bağlayıram. 2-3 dəqiqə kimi də bu formada saxlayıram. Artıq yeməyimiz hazırdır deyərdim. Və qaba servis edirəm. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Mən bunu qatıqla yeyəcəm, çünki qatıqla çox sevirəm. Bəli, dəyərli izləyicilərimiz, bir videonun sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun.